Quba rayonunun Qəçirəş dərəsi nəinki Azərbaycanın, o cümlədən dünyanın füsunkar mənzərəli yerlərindən biridir. Buranın kanyonları öz gözəlliyi ilə məşhur Arizona kanyonlarından heç də geridə qalmır. Yollar sərt döngələrdən, gözlənilməz enişlərdən və yoxuşlardan keçir. Gürültü ilə axan Qudyal çayı, göyləri dələn nəhəng qayalar, zümrüd meşələr yol boyu göz oxşayır. Başı qarlı uca dağlar əzəməti ilə insanı heyrətə gətirir. Xınalıq kəndi bu yolun sonundadır. Səfərimiz həmin kəndədir. Ucalıqdan məğrurluqla boylanan bu qədim yaşayış mərkəzi Quba şəhərindən 57 kilometr cənub-qərbdə, dəniz səviyyəsindən 2350 metr hündürdə yerləşir. Kənd Böyük Qafqaz dağları silsiləsinin şimalında, Qızılqaya yastanının cənub-şərq yamacında, Xınalıq dağının qarşısında qartal kimi qərar tutub. Onun ərazisinin böyük hissəsini Alp və Subal çəmənlikləri təşkil edir. Əsrlərdən bəri ayrıca toplum halında öz qədim ərazisində yaşayan xınalıqlıların min illiklərə söykənən tarixini, kəndin özünə məxsus memarlıq üslubu, köhnə məhəllələrdəki salamat qalmış qədim daş evlər, burada təsadüf olunan dağılmış evlərin qalıqları sübut edir. Uzunluğu az qala 5 kilometrə çatan kənd küçələri buranın bir zamanlar vahid plan əsasında düşünülmüş şəkildə salındığını deməyə əsas verir. Tarixçilər Xınalıqlıları Qafqaz Albaniyasının 26 tayfasından biri hesab edirlər. Onların əcdadları barədə ilk məlumatları antik dövr tarixçiləri vermişlər. Alban tarixçisi Qagan Qatavatsinin Ağvan tarixi əsərində Albaniyanın şimal-qərbində yerləşən Xeyni adlı bir əyalətin adı çəkilir. Tədqiqatçılar Xınalıq kəndinin adının həmin əyalətlə bağlı olduğunu fərz edirlər. Xınalıq toponimini ilk dəfə 13-cü əsrdə ərəb coğrafiyaçısı və səyyahı Yaqut Əl-Həməvi işlədib. O, özünün ölkələrin əlifba sırası ilə siyahısı əsərində kəndin adını Xınalık kimi göstərib. Alimlərin fikrincə, etnosun adı bu toponimdən təşəkkül tapıb. Yer adı kimi Xınalıq təxminən 19-cu əsrin 50-60-cı illərindən sonra işlənməyə başlayıb. Yerli cəmaatın dediyinə görə, kəndə Xınalıq adı onun qarşısında ucalan dağın günəş şüaları altında xınayı rəng almasına uyğun olaraq verilib. Xınalıqlılar özlərini qədim dövrlərdən bəri Ketiş, Katiş xalqı, dillərini Ketiş, Katiş dili, öz kəndlərini isə Ketiş adlandırırlar. Xınalıq dilində Ketiş müqəddəs mənasını verir. Bir sıra tarixi mənbələrdə göstərildiyi kimi, orta əsrlərdə Xınalıq mahal mərkəzi, kiçik şəhər kimi mövcud olmuşdur. Bəzi məxəzlərdə Xınalığın 7-10-cu əsrlərdə mədəni mərkəz olduğu, orada bir çox alimlərin yaşadığı qeyd olunur. 12-ci əsrin məşhur faqih və hafizlərindən olan Hakim Əl-Xunlukinin adı da bu kəndlə bağlıdır. Quba xanlığı dövründə Xınalıq buranın 10 mahallından biri olmuşdur. 18-ci əsrin sonu, 19-cu əsrin əvvəllərində Xınalıq azad kənd icması Şirvan xanlığının tərkibində olmuşdur. Digər mahalların əhalisindən fərqli olaraq Xınalıq kənd icması vergidən azad idi. Bir tarixi məlumatda deyildiyi kimi Xınalıqlılar hətta xandan bəxşişlər də alırdılar. Buranın əhalisi yalnız hərbi mükəlləfiyyətdən yayına bilməzdi.
1930-cu ildən Qonaqkənd rayonunun tərkibində olmuş Xınalıq kəndi 1959-cu ildən Quba rayonunun tabeliyinə verilmişdir. 1999-cu ildə Xınalıq bələdiyyəsi yaradılmışdır. Onun tərkibinə Xınalıq kəndindən başqa Qalayxudad kəndi də daxildir. Böyük Vətən müharibəsindən sonra Xınalıqlıların bir hissəsi Qubanın Vladimirovka, Alekseyevka, Nərimanovka və Hacıqayıb kəndlərində məskunlaşmışdır. Xınalıq dili 18-ci əsrdən bu günə kimi dilçi alimlərin müzakirə obyekti olaraq qalmaqdadır. 18-19-cu əsrlərin məşhur alimləri Gerber, Butkov, Branevski, Erkert Xınalıq dilini ləzgi dil qrupuna aid etmişlər. 19-cu əsrin bəzi tədqiqatçıları onu müstəqil dil kimi qələmə vermişlər. İlk dəfə bu mülahizəni Lexqabutov irəli sürmüşdür. Məşhur Azərbaycan tarixçisi Abbasqulu Ağabakıxanov Gülüstan-ı İrəm əsərində Xınalıqdan bəhs edərkən onun əhalisinin Zaqafqaziyanın bütün qəbilələrindən fərqli dilə malik olduğunu qeyd etmişdir. Xınalıqlıların Nax-Dağıstan dilləri ailəsinin ayrıca şaxəsi olduğunu iddia edənlər, bu dilin Buduq və Qırız dilləri ilə birlikdə Şahdağ xalqları qrupunu əmələ gətirdiyində israrlı olanlar da var. 18-ci əsrdə Gerber Şahdağ xalqlarından yazarkən onların dilinin ləzgi dili olduğunu qeyd edirdi. 1926-cı ildə Xınalıqda olmuş Genko isə Xınalıq dili ilə Udin dilinin yaxınlığı fərziyyəsini irəli sürdü. Gigineşvili və Turbetskoy da Xınalıq dilini ləzgi dili qrupuna aid etmişlər. Xınalıq dilinin elmi cəhətdən öyrənilməsində Dişeriyevin böyük xidmətləri olmuşdur. O, bu kənddə tədqiqatlar aparmış. Onların əsasında 1959-cu ildə Moskvada Xınalıq dilinin qrammatikası kitabını nəşr etdirmişdir. Ümumiyyətlə, əksər məşhur dilçi alimlər Xınalıq dilinin genetik cəhətdən ləzgi dilinə yaxın olduğunu bildirmiş və sübut üçün bu dillərin leksik fondunda yüzlərlə sözün eyni mənada işləndiyini misal göstərmişlər. Müasir dilçilik elmində də Xınalıq dilinin ləzgi dil qrupuna aid olduğu göstərilir. Xınalıq dili yazısız dil hesab olunur. Bu dildə ilk kitab 1991-ci ildə Bakıda Kiril qrafikası ilə çap olunmuşdur. 2007-ci ildə Latın qrafikası əsasında bu dildə əlifba yaradılmışdır. Kəndin uca bir yerində yaraşıqlı bir bina var. Xınalıq Tarix Etnografiya Muzeyi həmin binada yerləşir. Buradakı eksponatların zənginliyi, içəridəki səliqə-sahman diqqət çəkir. Bu muzey əslən Xınalıqlı olan, hazırda Quba şəhərində yaşayan Xəlil Rəhman Cabbarov tərəfindən yaradılıb. Kəndə qəlbən bağlı olan bu adam binanı öz vəsaiti ilə ucaldıb, buradakı eksponatları da özü bircə-bircə toplayıb. Ona bu xeyirxah niyyətini həyata keçirməkdə kənd əhalisi də kömək edib. Xəlil Rəhman Cabbarovun tapşırığı ilə onun bacısı oğlu, buradakı Xınalıq Dövlət Memarlıq və Etnografiya Qoruğunun işçisi Natiq Cəfərov muzeyə nəzarət edir. Natiq, bu sənin dayının muzeyidir, eləmi? Xınalıq Tarix Etnografiya Muzeyi 2001-ci ildə Cabbarov Xəlil Rəhman şəxsi vəsait hesabına tikib yaradıb. Özü gözəl əl qabiliyyəti sənətkarı olub, rəssamlığı qurtarıb və bu muzeydə küp dövrə aid olan, mis dövrə aid olan qədimi əlyazmalar, daş kitabələr, qədimi qapqacalar, xalçalar yığıb burada saxlanılır. Hardan yığıb bunlar? Hədiyyə verilir, özü də alıb, getirilib, qoyulub. Hal-hazırda yəni gələn turistlər maraqla baxırlar, izləyirlər və təşəkkürnaməni bildirirlər bu insana. Muzeyi gəzdikcə ürəyimdə üzünü heç vaxt görmədiyim bu adama, Xəlil Rəhman Cabbarova qarşı böyük ehtiram hissi oyanır. Əsl vətənpərvərlik, nümunə götürülməli əməl budur deyə düşünürəm. Xınalıqlılar ana dilində şeirlər yazmış Xınalıq dili müəllimi mərhum şair Rəhim Alxasla fəxr edirlər. Onun yolunu hazırda Namiq Xınalıqlı davam etdirir. Çuburcuğa məchul qazır, məni dadı şəmərəhini sazır.
yaş olsan talı 10 qazır. Hayardır geç. Görsən ki, çeşmələr verir səs-səsə, kəkliklər həvəslə girirlər bəhsə, qartalın qıy səsi yaxından gəlsə, deməli xınalıqdır bağındasan. Xınalıqlılar imanlı olmaları ilə tanınırlar. Kəndin ən uca yerində inşa olunmuş Abu Müslim məscidində bayram günlərində 100-dən çox adam namaz qılır. 8-ci əsrlərin əvvəllərində cəmaət tərəfindən bu məscid tikilib və bu məscid cəmaatın əli ilə də saxlanılıb harca 2007-ci illərə qədər. O ki, xınalıq qoruğu elan olunandan sonra dövlət tərəfindən təmir olunub. Məscid müəyyən qüsurlar olub. Bəli, bu divarlar əhəng olmuşdu, o əhənglər tökülmüşdü. Onu şəxsi vəsaitlə Əfəndimizin köməkliyi ilə təzədən biz ağartmışıq. Cəmaət tərəfindən indi də qorunub. 1926-cı ilin Ümumİttifaq siyahıya alınmasına görə Xınalıqda 105 adam yaşayırdı. 2009-cu ilin hesabatına görə isə bu rəqəm 2200 olmuşdur. Hazırda Xınalıqlıların sayı 3000 nəfərdən çoxdur. Görkəmli Rus alimi Lex Kabıtov Xınalıqlıların əksəriyyətinin sarışın saçlı, ala və mavi gözlü olduqlarını xüsusi qeyd etmişdir. Kənd cəmaatı ilə yaxından tanışlıq bizə bu sözlərdə həqiqət olduğunu deməyə imkan verdi. ...2006-cı ildə Xınalığa asfalt yolun çəkilməsi ilə kəndin həyatında canlanma əmələ gəlmişdir. Hazırda burada 360 şəxsi təsərrüfat var. Son illər tikilib istifadəyə verilmiş müasir tipli 340 yerlik məktəbdə hazırda 305 şagird təhsil alır. İnternat tipli bu məktəbin yataqxanasında qonşu Cek, Qalayxudad, Əlik, Hapud və Zeyid kəndlərindən 60 şagird qalır. Məktəbin öz stadionu, kompüter zalı, idman zalı, tibb kabineti var. Məktəbin direktoru Yunis Dəmirov bizə fəxrlə məlumat verir ki, son illər kənddən ali məktəblərə daxil olanların sayı xeyli artıb. Neçə ildir müəllim işləyirsiniz? Mən 2-ci ildir. Xınalıqlısınız? Yox, biz başqa yerdən gəldik. Mən Bakıdanam. Mən Oğuzdanam, biz evlənib bura gəlmişdik. Kənd cəmaatının əsas məşğuliyyəti heyvandarlıqdır. Qədim zamanlardan yay aylarında şahdağ yaylaqlarında, qışda isə arandakı qışlaqlarda köçəri həyat sürürlər. Lakin dağ terraslarında arpa, çovdar, mərcimək də yetişdirirlər. Burada kələm və kartof da əkilir. Qadınlar yun şalların və corabların toxunması ilə məşğul olurlar. Evləri isitmək üçün saman qarışdırılmış təzəkdən geniş istifadə olunur. Kəndin ərazisi Şahdağ Milli Parkına daxildir. UNESCO-nun tarixi abidələr siyahısına daxil edilmiş Xınalığın Azərbaycan Prezidentinin 19 dekabr 2007-ci il tarixli sərəncamı ilə qoruq elan olunması kəndə gələn turistlərin sayını artırıb. Salam aleyküm ay xanım. Çətindir burada yaşamaq. Çox çətindir. Təsərrüfatla məşğulsuz. Bəs asudə vaxtlarda nə edirsiniz? Asudə vaxt olur ki, Televizora baxmağa vaxt olur? gecə oturanda biraz stres var. Neçə uşağınız var? Məktəbə gedirlər? Biri gidə. Xınalıqlıların həyat tərzi ilə yaxından tanış olandan sonra doğma dillərini, adət və ənənələrini yaşadan bu xalqın öz soy kökünə bağlılığına, iradəsinə və mətinliyinə heyranlıq hissi ilə kəndi tərk etdik.